Cəbir ibn Abdullah deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bu ümmətin ümumiyyətlə hamının da qəbri sağ olacaq. Hətta kafirləri də, hamısını. Və burada deyir ki, sallallahu əleyhi və səlləm, əgər mömini qəbrə qoyanda mələk gələcək, deyəcək, o kişi barədə nə deyirsən? O kişi barədə. Deyəcəm ki, o Allahın rəsuludur və Allahın quludur. Fəyəqulun mələk. O vaxt mələk deyəcək, unzur ilə məqadikə. Bax ki, nə yeri və. Onu göstərir ki, qəbirdə göstərəcəklər cənnətdə yerin. Birinci, cəhənnəmdə göstərəcəklər yerin. Deməli, hər adam üçün cəhənnəmdə və cənnətdə yeri var. Çünki cəhənnəmi göstərirlər o yerin. Hər iki yeri göstərəcəklər mənə. Cəhənnəmdə yerin birinci, sonra cənnətdə yeri. Fəyəqulul mümin deyəcək ki, dəuni ubəşşiru əhli. Deyəcək, dayanın gedim öz əhlimə, öz yaxınlarıma bildirin bunu. Fəyuqalu ləhu uskun deyəcəklər, yox, sakit ol, dayan. Əmməl münafiq, amma münafiq isə fəyəqudu ilə təvəllə anhu əhlu, münafiq yəni kafir. Amma kafir isə fəyuqalu ləhu mə kuntu təqulu fi hədə rəcul, kafir edəcəklər, o kişi barədə nə deyirdin? Fəyəqulu lə ədri, deyəcək, bilmirəm. Deyir, cənnətdə yerin bu idi, Allah dəyişdi sənə cəhənnəmdə yerini göstərməyi, bax, budur yerin. Burada Cabir deyir ki, radiyallahu anhu, kim necə ölüb, hələ də əməlində olacaq, hələ də əməlində olacaq qəbirdə də. Yəni, mömin kimi, kafir kimi. Bu hədis səhih deyil.